Salam. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Tuda Suda, bunu qısa deyəcəm, bu uzun temadır. Deməli, həyat da qısadır da, belə çalışın həmişə həyatda sözünüzü promoy deyin. Deməli, sabah ölkədə hava şəraiti belə olacaq. Düzdür. Adətən hava haqqında məlumatı qızlar deyil, amma bu səfər mən deyəcəm. Bu mujik deyəcək. Mujikin dilindən eşitəcəksiniz. Bax, sizə mən kişi kimi söz verirəm ki, sabah arxayın evdən çıxa bilərsiniz. Dağ ətəyi yerlərdən keçməzdən əvvəl deyim ki, bax, ətəyi nədir? Yufqa. Deməli, yaxşı dağın ətəyi olmaz, şalvarı olar. Ona görə də sabah dağ şalvarlı ərazilərdə hava tutulub açılacaq. Yəni, tutulmaqdan qorxmayın. Mən də tutulub çıxmışam bayram. Karoçi, sabah dağlara qar yağacaq, bunu bilin deyik. Əsas odur nə bu həyatda? Güvəndiyimiz dağlara qar yağmasın. Bax, ayaqqabısı su buraxanlar, sabah ayağınızın altına, ayaqqabısının altına pingibin klok salın. Bir də ki, mama şabıza deyin ki, zivədən paltalları yıxsın. Baxıma da bir əziyyət çəkib yuyub sərib oradan. Nəm olar, yaş olar. Sabah kərpiç zavodda balizam namı ilə şifre sahibin söhbəti olacaq. Bu düzü dava xəbəridir. Dedim məlumatınız olsun da. Bir də ki, çalışın cibinizdə həmişə pul olsun. Pul olanda cibinizdə hava həmişə yaxşı olur. Fərqi yoxdur. Əsas məlumatı çatdırım sizə. Sabah gecə 12-dən sonra divijen eləyən bratlarım. Çalışın atdan qalın günün. Hava bir sərinləyə bilər. Hava haqqında bu qədər.